Xəbərə keçməmişdən öncə videonu like edib kanala abunə olun ki, xəbər hər kəsin qarşısına çıxsın. Bakıda ana sevgilisi ilə birgə 6 yaşlı oğluna işgəncə verməkdə təqsirləndirilərək həbs edilib. Oxu.az Unikala istinadən xəbər verir ki, bu barədə zərər çəkmiş şəxsin vəkili Binyamin Cumayev məlumat verib. Onun sözlərinə görə, artıq Yasamal rayon məhkəməsi tərəfindən təqsirləndirilən şəxslərdən Nina Feodorovna Mereuta 1 ay və onunla qeyri-rəsmi yaşadığı Ayxan Firdovsi oğlu Ələkbərli barəsində isə 2 ay həbs qətimkan tədbiri seçilib. Nina Feodorovna Mereuta, Ramin Ramizoğlu ilə birgə nikahdan olan 23.01.2020-ci il təvəllüdlü azyaşlı övladını 2024-cü ilin iyun ayının ortalarından 2025-ci ilin sentyabrınadək olan müddət ərzində paytaxtın Yasamal rayonunda yerləşən mənzildə qeyri-rəsmi yaşadığı Ayxan Firdovsi oğlu Ələkbərli ilə mütəmadi olaraq bədəninin müxtəlif nahiyələrinə vurub, qaranlıq hamam otağına salıb, fiziki ağrı və psixi istirablar verməklə döyüblər. Vəkilin sözlərinə görə cütlük sonuncu dəfə 06.09.2025-ci il tarixdə həmin ünvanda azyaxlının bədəninə bel kəməri və çəkiclə bir neçə dəfə vurub fiziki ağrı yetiriblər. Keçirilmiş ekspertizaların nəticəsinə əsasən, köməksiz vəziyyətdə olan azyaxlıda travmadan sonra stres pozuntusu yaranıb. Həmçinin sağ diz oynağı nahiyəsinin yumşaq toxumalarının əzilmiş yarası və siyriği ilə əlaqədar diz oynağında hərəkət funksiyasının nisbi pozulması, sol diz oynağında küt əşyanın təsirindən əmələ gəlmiş qançırlar qeydə alınıb. B. Cumayev onu da qeyd edib ki, hər iki təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 133.2.3-cü əzab vermə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik təşkilat tərəfindən törədildikdə, 133.2.4-cü əzab vermə, təqsirgər şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, ha belə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə və 133.2.5-ci zərər çəkmiş şəxsin xidmət vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumlarına qarşı törədildikdə maddələri ilə ittiham irəli sürülüb.